Ben bugün Amerika Birleşmiş Ştatları'nda, Cleveland şehrinde dünyanın en büyük tıp merkezlerinden biri olan klinikada muayene geçirdim. Muayenecem artık sona çatır ve bugün tesadüf edip ki ben doğum gününü öz ölçemde, vatanımda yok. Burada Amerika Birleşmiş Ştatları'nda Cleveland klinikasında geçirdim. Bu da hayatın bir garibeliğidir. Ama aynı zamanda ben hesap ederim ki bu çok güzel bir haldır ki ben Amerika Birleşmiş Ştatları'nda doğum gününü getirdim. Benim etrafımda bugün benim qohumlarım, dostlarım ve bu klinikada bana hizmet eden hekimler, doktorlar ve tıp işçileridir. Sizin bana bugün gösterdiğiniz dikkate göre, kaygıya göre sizin hamınıza teşekkür ederim. Sizin bana bugünkü hoş münasibətiniz, təbrikləriniz şüphesiz ki benim tezlikle sağalmama kömək edecektir. En önce ben Cleveland klinikasının doktorlarına, tıp işçilerine, beni burada muayene edenlere, cerrahi ameliyat aparanlara, ümumiyyətcə mənim müalicəmlə məşğul olanların hamısına təşəkkür edirəm. Mənim ürəyimdə cərrahiyyə əməliyyatının aparmasının səbəbkarları, günahkarları Ertem Paşadır və Murad Tuzçudur. Mən açıq demək istəyirəm, əgər Ertem Paşa olmasaydı, mən Cleveland'a gəlməyəcəkdim. Əgər Cleveland'a gələndən sonra Murad Tuzçu məni bu barədə mütləq cerrahi əməliyyatı etməyimə məni inandırmasaydı, mən buna razı olmayacaqdım. Nəticə itibarilə mən görürəm ki, onlar çox düz təşəbbüs göstəriblər. Ona görə də mən onlara xüsusi təşəkkür edirəm. He is not only a leader of Azerbaijan, he is a leader of the entire Turkish-speaking countries. Mən onu da əlavə etmək istəyirəm ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dilli xalqların, türk dilli dövlətlərin lideridir. And among them, of course, Happy birthday